Və xəstəliklər də bilirsən bu aylarda niyə artır? Evdən çıxırsan nazik geyimdə. Düşürsən, o dəqiqə səni külək tutur. Tərliysən, istəyirsən biraz geyimi yüngülləşdirəsən. Çox adamlar bu dəqiqə xəstədirlər, həqiqətən, nasazdılar. Elədir. Samir bəy, bilirsən o təbii ki, birinci bu dəqiqə vitaminsiz dövrüdə bədənin, orqanizmin, çünki qışdan çıxır. Yazda da hələ yaz meyvələri gəlməyib. Şükürlər olsun ki, yavaş-yavaş göyərtilər çoxalır. Göyərti də yeyən yoxdur, nə uşaq, nə böyük. Dərk eləmir ki, bu göyərti bugün hava sudur. Niyə? Çünki günəş enerjisindən yaranıb və qazana girmədən, qaynamadan, tərkibindəki vitaminlər ölmədən sən onu qəbul edirsən, sənə həyat verir. Ancaq təbii ki, düşünən, fikirləşən adamlar da qəbul edir. Mən gündəlik göyərti yeməsəm, çox narahat hiss edirəm. Mən qəşəng yuxanı sərirəm. Pendiri də qoyursan arasına. Pendir, göyərtilər cürbəcür. Baxmıram, bu doğalıq göydür, bu nə bilim, ətirli göydür. Nə göy olur olsun. Göyərtidir də. Yığıram qəşəng, dürməyi düzəldirəm özüm üçün, yeyirəm. Bir də ondan başqa özün demişsin, nazik geyinir adamlar. Keçən yayda biz Gədəbəyə getdik, yayın ortasında. Getdik oraya çatmamış, normala çatmamış bir də gördük. Birdən hava tutuldu, yağış, külək. Nəvəmi bürüdüm ki, xəstələnməsin. O xəstələnmədi, mən xəstələndim. Yəni, nədən gedir söhbət? İqlimin birdən-birə kəskin dəyişməsi, o kataklizmalar orqanizmə təsirlə orqanizm ona dözmür. Həm də hazır olmursan ona. Yox, mən bu gün hazırlıqlı gəldim. Altından, üstündən Geyinmişsən. Yox, elə üstünü geymişəm ki, yəni, eybi yoxdur, o soyuğu, havanın soyuqluğunu bu gün Tural bəyin gözəl səsi və sənin o peşəkar aparıcılığın əvəzini verəcək. İnşallah bu gün də gözəl bir efir arzulayıram, uğurlu efir arzulayıram. Təşəkkür edirəm.